mən gələndə birinci round dostumla Muradın. Hə. O daş atdı. Axırda o mənim qarnıma vurdu orada. Ona görə də mən də ona Paşinyan dedim. Vay vay, onsuz da dalaşdınız. Hə. Və indi yaxşı, bu təpə doğrudan bu təpə siz hasınızındır? Qərar ver. Onların indindi bizimdir. Hə, niyə onların idi, indi sizin oldu? Ona görə ki, onlar hər dəfə çıxıb da qoymurdular. Hə, salam dostlar. Bu gördüyünüz Şəmkir rayonunun Şitəpə kəndidir. Çox gözəl kənddir. Əslində bura çox gözəldir. Aşağıda görünən yer Kürdür. Həm dağlar qoynundadır, həm düzənlik, kəmənlik. Şiştəpə çox gözəl kənddir. Və bu gördüyünüz Orxan, niyə qaçırsan? Paşinyan söhbətinin üstündə davaya düşən uşaqdır. Murad hanı bədalaşdığın? Məktəbdə. Məktəbdə də onunla da bağlı. Orxan, indi bax bu təpə sizin ev yaxındır bura, yoxsa onların evi? Bax, əslində kişi kimidir. Bu təpə hasınızın olmalıdır. Amma kişi kimi. Hamımızın. Hamının. Hamının da. Hə. O çıxıb qoymurlar. Ona görə də onlar yerməndir. Hamındır bu təpə. Hamınındır. Hə. Hə, əslində düz deyirsən. Paşinyan niyə inif ki? Sən ona niyə Paşinyan dedin? Paşinyandan niyə zəhlən gedir? Ona görə ki, o ermənidir. Ermənidən bizim zəhləmiz niyə gedir? İzah elə də. Ona görə ki, onlar bizim torpağı alıblar, torpağımıza göz dikiblər. Qaytardıq axı torpağımızı. Aldıq axı. Hə, Kim aldı? əskərlər. Sağ olsun əskərlərimiz. Sən o Muradla orada görüşdün, öpüşdün də videoda. Sonra barışdınız, yoxsa ondan sonra yenə dalaşdınız? Dalaşırlar da. Arada bir. Amma tez-tez yox. Hər dəfə dalaşırlar. Hə, hər görüşəndə dalaşırsınız. Məktəbdə də. Məktəbdə də dalaşırsınız. Yəni sizin bu davanız nə vaxta kimi davam eləyəcəkdir? Yeşilənə kimi. Dostlar, əgər bu məşhur oğlana, bu Paşinyan üstündə internetdə Paşinyan sözünə görə məşhur olan oğlana, Orxana sualınız varsa deyə bilərsiniz. Orxan, gəl də qabağımdadır, söhbət eləyirik kişi kimi. Burada dur görün, Murad da gəlsə, indi Murad gəlsə onunla indi də dalaşacaqsınız. Yox. Barışıq elan eləyim. Yaxşı. Bəs sən başqa nə düşünürsən? Bax, tutaq ki, məktəbdən gəldin, dalaşdın, üstün başın o gündə idi. Yəni, nə fikirləşirsən ki, adam öz dostlarınla, qonşularınla dalaşmalıdırmı? Niyə dalaşmalıdır? Birinci o başladı. Ona görə də dalaşdıq. Hə, o başladı. Amma belə baxanda düz deyirsən də, o birinci başlamalı değildi. Həm də öz də gör. Nəyin üstə başlamışdı davan səni vurdu? Ona görə ki, mən ona demişdim, pox sürürsən. Wow! Biyabır olduq. Bax, o pis sözdür axı. Sən gərək deməzdin. Axırda da o mənim qarnıma vurdu. Hə, nəticə olaraq da sən ona Paşinyan dedin. Hə. Hətta belə nəticə yaxşıdır. Orxan, ora hansı kənddir? Ora 20 açdı. 20 açdı, yoxsa 20 açdı? 20 açdı. Sən Şiştəpə təpəsi hasıdır, göstər görür. Şiştəpə təpəsi odur. Ora. Hə. Hə. Bizim ev hasıdır, göstər görür. Nənəngilin evi. Görünür buradan. Hə. Əslində mən görürəm. Hə. Aynen bu düz hündür ağacın o tərəfində belə düz gedəndə odur, hə, bizim ev. Hə, odur. Buranın biləcəksin, odur. Hə. Orxan, Azərbaycanın ən gözəl kəndi hansı kənddir? Azərbaycan. Şiştəpə. Şiştəpə. Yaxşı, onda sağ olaş dostlarla. Şiştəpədən deyilən sağ.